İsrailin qondarma erməni soyqırım məsələsinin tanınması ilə bağlı. Bu da hesab edirəm ki, bizim elə təhsil qədər önəmli bir məsələdir. Bu həm də dövlət əhəmiyyəti və maraqlara söykənən bir məsələdir. Azərbaycan və Türkiyə qardaşdırlar. Yeri gəlmişkən Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı rəsmi bəyanatı da var. Bəyanatda bildirilir ki, İsrailə etiraz bildirilir və bu qərarın kifayət qədər narahatlıq doğurduğunu və Türk dünyasının əleyhinə verilən bir qərar olduğunu qeyd olunub. Yer gəlmişkən bu gün Bakıda 1-ci Türkoloji qurultay da keçirilir. Dövlət başçısı cənab İlham Əliyev eyni zamanda bütün Türk dünyasının ölkələrinin liderləri Erdoğan, Rəcəb Tayyip Erdoğan, digər Türk dövlətləri liderləri də müraciət edib iştirakçılara. Belə bir ərəfədə İsrailin bu cür bir qərar verməsi sizə hansı, yəni nəyə hesablanmış bir addım idi? Niyə indi? Niyə indi əslə qalanda o biraz onun mənaları daha doğrusu demək üçün daha çoxdur mənaları. Nə üçün? Biz keçən dəfə danışdıq, İsrail sanki məsələlərdən kənarlaşdırıldı, İran-Amerika münasibətləri məsələlərində. Əslində qalanda bu üçlükdə idi. Bu üçlüklərin bir bucağı kəsildi, sanki qoyuldu kənara. Bu günləri İsrailin bu cür addım atmağı, birisi Türkiyədə, Trump da bu yaxınlarda səhv etməsəm, o sosial şəbəkələrə gedir. Sosial şəbəkələrə o qədər də inanmaq olmur, çünki hər şey düzəldib paylaşa bilirlər. Ona da rəsmi xəbərlərə biz daha çox inanırıq, rəsmi mövqeyimizə daha çox inanırıq. Trump sayılardığından xahiş edib ki, İran məsələsindən, İran müharibə məsələsindən qarışmayaq. Belə bir ifadə işlədi. Həqiqətən də olubdur, olmayıbdır. Açıq mən rəsmi görməmişəm onu. Türkiyə ilə İsrail arasındakı münasibətlərin siyasi gərginliyi ona əsas vermir ki, İsrailə bu günləri qondarma erməni soyqırımı tanısın. Çünki biz bilirik ki, bu qondarmadır və bu erməni millətinin tək indi yox, 100 illər deməli, arxında baxsaq, 200 il arxaya da baxsaq, deməli, hansı kimlərin və hansı yollardan keçməsi, kimlərin vasitəsilə təsir və hansı yollardan keçməsini biz bilirik də. Maraqlı ki, Ermənistan özü rəsmi tanımır həmin o soyqırımı. Təbii ki, rəsmi. Sadəcə sözdə deyil. Bu sadəcə Türkiyəyə aralarında olan siyasi gərginliyə görə siyasi təzyiq bir vasitəsi kimi istifadə edir. Amma bu təsdiqlənməyib. Hələ bu müzakirəyə çıxarılır. Təsdiqlənib, bəli. Deməli, bu məncə onların parlamentində axı Netanyahunun özünün çıxışı var. Özünün çıxışı var, Müdafiə Nazirliyi bunu təklif edib. O da deyib ki, mən bunu müdafiə edirəm. Yekun qərar yoxdur, amma müdafiə elədiklərini bildiriblər. Yekun qərar yoxdur, amma ki, bu rəsmi olaraq təsdiqlənib. Amma hər halda bu bir İsrailin baş nazir tərəfindən bu ifadə səslənirsə, bunun özü böyük bir hadisədir. Təbii. Və yanlış, mən hesab edirəm, çox yanlış hadisədir. Bizi öyrəşmişik də sözümüz imzamızdır, söhbətini ona görə zor rəsmi qəbul edirik. Təbii ki, bizim ideologiyamız, bizim milli mənəvi dəyərlərimiz tamamilə fərqlidir. Və biz heç vaxt ədalətsizliyə demək, haqq verməmişik, haqq qazandırmamışıq. Amma çox təəssüflər olsun ki, bəzi ölkələr bu cür haqsızlıqla ədalətsizliklərə deməli haqq qazandırırlar. Bu yanlış bir siyasət. Türkiyə bizim üçün qardaş ölkədir və Türkiyənin Azərbaycan arasındakı bu bağlantı, bu birlik, bu qardaşlıq, mən hesab edirəm ki, əbədidir. Və biz bu günləri müəyyən ölkələrin bizə qarşı olan mövqeyini nəzərə alaq. Bizim görmədiyimiz məsələlər var da, vətəndaşların görmədiyi məsələlər var. Onlara qarşı olan, deməli, bizə qarşı daha doğrusu olan münasibətin əks mövqeyi necə olur, bunların hamısını deməli, hamı görə bilmir. Amma bəzi məsələləri biz də bildiyimiz üçün, təbii ki, bu birlik əbədi birlikdir və bu biz Türk dövlətlərinin aparılan təzə yola başlanılan böyük bir siyasi hadisələr var. Bu hadisələri axıra qədər davam etdirmək üçün məncə bizim Türkiyə ilə həm Şuşa bəyannaməsindən sonraki, həm də ondan öncə müəyyən proseslərdə deməli siyasi qardaşlıq məsələsində çox önəmli məsələlər var ki, bu günləri biz onun axıra çatdırmaq üçün, inkişaf etdirmək üçün, sonlandırmaq üçün təbii ki, bu tək biz yox və o cümlədən digər ölkələrdə Türk Dövlətləri Birliyinə daxil ölkələrdə bu prosesi davam etdirmək üçün çalışırlar. Və belə bir məqamda İsrailin qondarma erməni soyqırımına bağlı mövqeyinin indi ortaya çıxmağı, əslə qalanda mən hesab edirəm ki, bu İsraildən gələn bir tək İsraildən gələn bir açıq mövqe deyil. Mən hesab edirəm ki, burada başqa digər kənar qüvvələr də var ki, bunu Türkiyə
təzyiq etmək üçün bu Əslində addımlar burada atırlar. Türkiyə üçün olsa da bu bütün türk dünyasının qarşısını almaq Təbii ki. əslində effekti yaradacaq, məqsəd verəcək. Yer gəlmişkən Azərbaycanın da Xarici İşlər Nazirliyinin mövqeyində bu kifayət qədər açıq şəkildə görünür. İndi siz bir məsələ də bir deyək ki, yadınıza gəlirsə, Erdoğan məsələ ilə bağlı istifa çıxış edib, deyib ki, gəlin açın arxivləri, tarixləri açaq, müzakirə eləyək, kim gəlsin müzakirə eləyək. Yəni bu qondarma da həqiqətən də, amma bizim əlimizdə isə faktlar var ki, ermənilər 1905-ci ildən tutmuş son Xocalı soyqırımına qədər bizə qarşı ermənilər soyqırım törədiblər. Bəli. Düzdür. Türklərə qarşı soyqırım törədiblər. Yaxşı, bunun nə üçün deməli bəzi ölkələr belə deyək və yaxud da ki, beynəlxalq təşkilatlar hansı ki, bilavasitə bu işlə məşğul olmaq üçün yaradılan beynəlxalq təşkilatlar var. Yəni, nə üçün bunu qabartmırlar, nə üçün bunu səsləndirmirlər, o maraqlı məsələdir. Amma bu günləri bir kəlmə sözün Netanyahu tərəfindən deyilməsi bütün dünyada artıq müzakirə olunur ki, qondarma Ermənistan İsrail tanıdı. Əslində bu məsələnin Netanyahuya bir mən hesab edirəm ki, bir mənfi tərəfi də olacaq, bu yaxınlarda onlarda seçki keçiriləcək və biz keçən dəfə danışmışdıq. Biz o barədə danışmışdıq ki, o məsələyə toxunmaq istəmirəm. İndi ola bilər ki, bu günləri arada maraq məsələsidir də bunun başqa təbii ki, siyasi maraq ola bilər ki, elə bu gün onun səsləndirilməsi o son belə bir ki, haqsızlığı ortaya qoyub, deməli ki, gündəmə qoyub onun üstündə siyasi səhnəni tərk etmək üçün ola bilər, o da ola bilər. Amma hər halda mən hesab edirəm ki, bu çox yanlışdır və bizim dövlətimizin rəsmi mövqeyi var, biz dövlətimizin rəsmi mövqeyini müdafiə edirik. Bu günləri İsrailin və ya hansı ölkənin parlamentinin lap belə qəbul olunsa belə, onların deməklə qəbulu ilə bu reallıq dəyişmir. Reallıq dəyişmir. Bu demək deyil ki, bu var, bu qondarmadır, bu haqsızlıq, bu ədalətsizlikdir. Məncə bu haqsızlıq, bu ədalətsizlik çox uzun sürməyəcək, bu aradan qalxacaq.